Müəllimlərin əmək haqqısı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək. Bunu Elm və Təhsil Nazirinin müavini İdris İsayev ötən gün Milli Məclisdə Ümumi Təhsil haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, növbəti mərhələdə müəllimlərin əmək haqqlarının artmasının başqa yolları düşünülür və təkliflər təqdim ediləcək. Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, təklif olunan qanun layihəsi təsdiqlənərsə, müəllim peşəsi vəzifəyə çevriləcək. Artıq müəllimlərə əmək haqqlarının verilməsi əgər dərs saatına görə yox, iş saatına görə olacaqsa, artıq müəllim bir vəzifəyə çevriləcək. Yəni müəllimin vəzifəsi olacaq. Növbəti mərhələlərdə, yəni əgər maaş iş saatına görə veriləcəksə, artıq müəllimlərə dərəcələr verilə bilər. Bir müəllimi digərindən fərqləndirmək üçün müəyyən təsnifatlar formalaşa bilər. Necə dövlət qulluğunda var, müəyyən dərəcələr var. Təhsil eksperti bildirdi ki, əmək haqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşəcəksə, müəllimə müəyyən miqdarda minimum əmək haqqı veriləcək. Müəyyən dərs saatından sonra, bu ola bilər bir stavkadan sonra ola bilər və yaxud da müəyyən bir mexanizmdən sonra və yaxud da 12 saatdan sonra ola bilər ki, burada artıq müəllimin vəzifə maaşına onun dərs yükünün maaşı əlavə olunsun. Yəni, tutalım 400 manat minimum əmək haqqısı olsun və müəyyən dərs saatından sonra isə əlavə pul hesablansın. Bir növ müəllimi 8 saat belə deyək, məktəbdə saxlamaqdır. Bu müəyyən qədər repetitorluğun qarşısını ala bilər əslində. Təhsil eksperti bildirdi ki, müəllim gün ərzində 8 saat məktəbdə olarsa, boş qaldığı müddətdə sinifdə zəif olan şagirdlərə əlavə dəstək ola bilər. Aytən Fehruz, Xəzər xəbər.